Belə bir şəkil var. Bu şəkilə diqqətlə baxın. Bu avtomobili tanıyırsınızmı? Yəqin ki, avtomobil həvəskarlarının bir çoxunun bu avtomobildən xəbəri yoxdur. Bu, Azərbaycana gəlmiş ilk avtomobildir. Bu, Brasiye avtomobilidir. Bu, Fransız və İngilis səhmdarların bərabər istehsal etdiyi bir avtomobildir. Amma mən Brasiye avtomobilindən danışmaq istəmirəm. Bilmirəm, Azərbaycanda Mercedes şirkətinin nümayəndəliyi bunu reklam kampaniyalarında istifadə edib ya yox. Məsələn, Mercedes-Benz 112 il Azərbaycanda. Məncə eləməyiblər, hə? Çünki Mercedes-Benz avtomobilinin Azərbaycana ilk gəlişi 1913-cü ilə və indiki Göygöl şəhərinə aiddir. Adil Vohrer, onlar Göygöldə ilk şərabçılıq kombinatının əsasını qoymuşdular. 1913-cü ildə Hannover şəhərində yerləşən Adler şirkəti ilə müqavilə bağlayır ki, Azərbaycana Mercedes gətirsin. Və ilk Mercedes 1913-cü ildə Azərbaycana gəlir. Yəni Mercedesin tarixi Azərbaycanda 1913-cü ildən başlayır. Bu 112 il edir və ilk Mercedes Azərbaycana Göygöl şəhərinə gəlir. Və Azərbaycana gələn ilk Mercedes modeli Mercedes-Benz Double Phaeton 3795 Torpedo modeli idi. Bu çox məşhur bir fayton gövdəsi idi və 1912-ci ildən 1920-ci ilə qədər Mercedes-Benz bu gövdədən istifadə edib. Bu arada Adler şirkəti ilə ilk müqavilə Azərbaycanda ilk avtomobil distributorluğu üçün bir cəhd idi. Bu arada Bakının ilk avtomobillərinə verilmiş nömrə 86 ilə başlayır. Belə bir məsələ var rubrikasının sponsoru isə Belko mühərrik yağlarıdır. Belko, premiumu əl çatan etdik.